Heç əncir yeyəndə ağlına belə bir şey gəlib, sən əslində təkcə meyvə yemirsən. Çünki əncirin içində bir həyat bitir. Necə? Gəlin danışım. Əncirin içində baş verən şey təsadüf deyil, tam qurulmuş bir sistemdir. Birincisi, əncir adi meyvə deyil. Onun içində gördüyün xırda dənə-dənə hissələr əslində çiçəklərdir. Sadəcə çöldə yox, içəridə yerləşir. Ona görə buna bağlı çiçək deyirlər. İkincisi, bu çiçəklər öz-özünə tozlana bilmir. Yəni küləklə, arı ilə, normal meyvələr kimi işləmirlər. Burada xüsusi bir canlı lazımdır. Fig wasp. Bu bildiyin iri arı deyil, çox xırdadır. Demək olar gözlə çətin seçilir. Hər əncir növünün də öz xüsusi arısı olur. Yəni random hər hansı bir arı gəlib hər hansı bir əncirə girə bilməz. Proses belə gedir. Dişi arı əncirin altında kiçik dəlikdən içəri girir. O dəlik o qədər dar olur ki, girəndə qanadları qopur. Yəni o arı artıq fiziki olaraq oradan çıxa bilməz. Sonra isə nə edir? İçəridəki çiçəklərin bir qisminə yumurta qoyur. Eyni zamanda özü ilə gətirdikləri tozluqlar, yəni polenləri digər çiçəklərə yayır. Bu da əncirin böyüməsinə səbəb olur. Daha sonra isə onun qoyduğu yumurtalardan yeni arılar çıxır. Erkəklər əvvəl çıxır, dişilərlə cütləşirlər. Sonra erkəklər əncirin içində ölürlər. Dişi arılar isə çiçəklərdən polen yığır, özlərinə çıxış yolu açır və başqa əncirə uçurlar. Proses yenidən başlayır. Bəs ilk girən arı xatirinizdədir, o artıq oradan çıxmır, ölür və içəridə qalır. Amma sən onu yemirsən, çünki əncirin içində proteolitik fermentlər var. Bu fermentlər arının bədənini parçalayır, onu molekulyar səviyyədə həll edir. Yəni nəticədə içində arı qalığı kimi bir şey olmur. Hamısı meyvənin strukturuna qarışır. Qısa məntiq isə belədir. Arı tozlandırır, əncir böyüyür, arı ölür və parçalanır. Bu təbiətdə qarşılıqlı asılılıqdır. Biri olmadan o biri yaşamır. Sən ənciri yeyəndə bir arını yemirsən, amma onun hekayəsini yeyirsən.